İmam Həsən əleyhissalamdan soruşdular ki, qızımızı kimə verək? Elçi gəlmişdi qızına. İmam Həsən əleyhissalam bir cümlə dedi, mömin adama ver. Biz deyərik, axı bu azdır, mömin adam denən yanında həm mömin olsun, həm filan xüsusiyyəti olsun, həm bazarıqlı olsun. Amma mömindirsə, mömin sözünün yanına nəsə əlavə etməyə ehtiyac yoxdur. Əslində bizim mömin haqda təsəvvürümüz səhvdir. Biz deyirik, düzdür mömindir, amma əli əyridir. Məsələn, düzdür mömindir, amma dəqiq adam deyil, nizamlı adam deyil. Bilirsiniz, mömin elə bir kəlmədir ki, cami bir kəlmədir. Bütün müsbət xüsusiyyətləri cəm edən insana mömin deyilir. Ona görə İmam Həsən əleyhissalam demədi, həm mömin olsun, həm də filan xüsusiyyətlər olsun. Bir kəlmə dedi, dedi mömin olsun. Yəni mömindirsə, hər şey öz yerindədir. Hər şey öz yerindədir. Ona görə də bizim ümumiyyətlə iman haqda təsəvvürlərimiz dəyişməlidir. İman haqqında